Atın üzərində yolçuluğun dərin səsləri qədim Azərbaycanın qoynunda, dağların sərin və əzəmətli qoynunda, ucsuz-bucaqsız düzənliklərin arasında yerləşən Qızılqaya kəndində həyat, min illik ənənələrin, ataların hikmətinin və insan ruhunun dərin sirlərinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvələrindən aşağı süzülən qızılı günəş şüaları, kəndin dar daş yollarının, qoca palıd ağaclarının sərin kölgələrini və torpağın zəngin ətirini oyadır. Hər kəsin qəlbində yeni bir başlanğıc və sarsılmaz ümid doğurdu. Lakin hər şeydə olduğu kimi, həyatın da öz çətinlikləri, qaranlıq anları və dərindən gələn kədəri vardı. Kəndin sakinləri atalarının bizə buraxdığı dəyərlərə, sevgi, mərhəmət, ədalət və dürüstlük kimi qiymətli sərvətlərə sadiq qalır, hər çətinliyi qəlbdə yanan işıq və ümidlə qarşılamağa çalışırdılar. Qızılqaya kəndinin ən hörmətli ailələrindən biri olan Məmmədovlar nəsli illərin gətirdiyi hikmət və sarsılmaz inamla tanınırdı. Bu ailənin övladı olan Murad, uşaqlıqdan bəri kəndin dardaş yollarında, köhnə evlərin divarlarında və atalarının eşq dolu nağıllarında böyümüşdü. Atası Hacı Əli bəy hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə həyat böyük bir roman kimidir. Hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın buraxdığı əbədi dəyərlərlə yazırıq, qəlbimizdə yanan o müqayisə olunmaz işıq, gələcəyimizə ümiddir, deyərək gənclərin ürəyində dərin izlər buraxırdı. Bir gün Muradın ürəyində yeni ümidin, sarsılmaz inamın və həyatın mənasını tapmaq arzusu daha da gücləndi. O, kəndin sərhədlərindən uzaq, dağların qoynunda, geniş düzənliklərin arasından keçərək özünü dərin düşüncələrə, ataların nağıllarına və gələcəyin parlaq arzularına həsr etmək üçün uzun bir səfərə çıxmağa qərar verdi. Bu səfər yalnız fiziki bir yolçuluq değildi, o, insan ruhunun inkubasiya prosesinə, keçmişin ağır dərslərindən yenidən doğuşa və təzə ümidlərin yetişməsinə bənzəyirdi. Muradın bu səyahətinə atın üzərində başlamaq qərarı, həm də özünün daxili səyahətinə, qəlbin səsinin eşidilməsinə işarə idi. Murad ailəsindən, atalarından aldığı dəyərləri, sevdiyi kəndin ənənələrini ürəyində daşıyaraq, qoca atı qürur əvul minərək yola çıxdı. O, qürur əvun üzərində sanki hər addımda həyatın incə sirrinin, torpağın, dağların və çayların danışdığı hekayələri eşidirdi. At üzərində keçdiyi hər bir yol, ona keçmişin qaranlıq xatirələrini və gələcəyin parlaq ümidlərini bir arada yaşadır, ruhunun ən dərin qatlarında yanan işığı daha da möhkəmləndirirdi. Muradın səyahəti zamanı qarşısına çıxan mənzərələr, Tolstoyun romanlarındakı kimi geniş və dərin təsvirlərlə bəzənmişdi. O, dağların əzəmətli siluetini, səssiz meşələrin hüzurunu, çayların axarını və düzənliklərin sonsuzluğunu seyr edərkən, hər bir mənzərə onun qəlbində yeni suallar doğururdu. Həyatın əsl mənası nədir? Deyə düşünürdü Murad. Hər addım, hər təravətli nəfəs, insan ruhunun dərinliyindən ataların buraxdığı müqayisə olunmaz işığın izlərini daşıyır, bu işıq isə bizə gələcəyin ümidini verir. Yolçuluq zamanı Murad müxtəlif kəndlərdən keçdi, hər bir kənd özünə məxsus ənənələri, adətləri və insanların səmimi söhbətləri ilə ona ilham verirdi. Bir kənddə o, gənc qadınların, ataların öyrətdiyi dəyərləri və sevginin, mərhəmətin simvolu olan incə musiqi sədalarını eşitdi. Başqa bir kənddə yaşlı kişilər günəşin batdığı zaman toplanıb, keçmişin acı və şirin xatirələrini bölüşürdülər. Hər bir bu görüş, hər bir səmimi söhbət Muradın qəlbində insanın həyatın müqayisə olunmaz dəyərinin və ümidinin nə qədər vacib olduğunu bir daha xatırladırdı. At üzərində səyahət edərkən Muradın qəlbində öz hissəsi vardı. Sanki qəlbin səsi ona, əziz oğlum, həyatın hər anında, hər kədərin, hər acının ardında bir işıq, bir ümid var, deyirdi. O, bu səsi diqqətlə dinləyərək, hər çətin anın, hər kədərin arxasında gizlənən yeni ümidləri tapmağa çalışdı. Hər addımında o, özünü yenidən kəşf edir, atalarının nağıllarının, köhnə evlərin və sarsılmaz ənənələrin dərin mənalarını hiss edirdi. Səyahətinin bir nöqtəsində Murad geniş bir dərənin kənarına gəldi. Bu dərənin suları sakit və dərin idi, sanki zaman burada dayanmış, hər şey öz təbii dövranında davam edirdi. Murad dərənin kənarında dayanıb, suyun sakit axışını dinləyərkən, həyatın dərin mənasını və insanın qəlbində yanan o müqayisə olunmaz işığın gücünü bir daha anladı. O, həyatın hər anı inkubasiya prosesidir, hər acı, hər kədər içimizdə yeni ümidlər, yeni başlanğıclar doğurur, deyə öz-özünə düşündü və qəlbində sarsılmaz bir qərara gəldi. O, yalnız fiziki səyahət etmək deyil, həm də öz iç dünyasında yeni başlanğıclar yaratmaq, keçmişin dərslərini gələcəyə daşımaq istəyirdi. Bu dərin səyahət onun həyatında dəyişikliklərə səbəb oldu.
Murad öz səyahətindən sonra kəndinə qayıtdıqda kəndin gəncləri və yaşlıları ilə bir araya gələrək Qəlbin Səsi adlı bir layihə başlatdı. Bu layihə hər kəsin öz qəlbin səsinə qulaq asaraq atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini yenidən canlandırmaq üçün təşkil edilmişdi. Murad layihədə səyahətindən aldığı dərin təcrübələri, gördüyü təbiət möcüzələrini və öz hiss dünyasında yaşadığı inkubasiya prosesini bölüşərək, həyat hər an yeni başlanğıcların və müqayisə olunmaz ümidin doğduğu bir səyahətdir. Biz hər çətinliyi sevgi və mərhəmət işığı ilə aşmalıyıq, deyirdi. Bu layihə Qızılqaya kəndində sarsılmaz bir ümid və inam işığı yaratdı. Kəndin hər bir sakini Muradın səmimi sözlərindən və atalarının öyrətdiyi dəyərlərdən ilham alaraq həyatın hər çətinliyini sevgi və inamla aşmağa başladı. Gənclər kəndin dar-daş yollarında birlikdə addımlayır, yaşlılar isə keçmişin ağır xatirələrini və ataların nağıllarını gənclərə danışaraq gələcəyin ümid dolu səhifələrini yazmağa davam edirdilər. Bir neçə ay sonra Muradın Qəlbin Səsi layihəsi kəndin mədəni həyatında öz əksini tapdı. Kənd məktəbində, ədəbiyyat dərslərindən, ailə evlərində və mətbəxdə hər kəs atalarının eşq dolu nağıllarını, həyatın inkubasiya prosesində doğan ümid və sevgi dəyərlərini yad edirdi. Hər kəs bilirdi ki, həyatın ən dərin kədəri belə qəlbdə yanan o müqayisə olunmaz ümid işığını sönməyə qoymazdı, çünki insan qəlbi, təbiətin qanunları və ataların hikməti ilə daim yenidən doğar. Təzə bahar günləri ilə bərabər kənddə hər şey yenidən canlandı. Tarlalar, axan çaylar və dar-daş yollar, sanki hər kəsin qəlbində yanan ümid işığı ilə işıqlandı. Hər kəs Muradın səyahətindən, atalarının eşq dolu nağıllarından və Qəlbin Səsi layihəsinin gətirdiyi dəyişikliklərdən ilham alaraq öz həyat hekayələrini sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu səyahət yalnız bir at üzərində aparılan fiziki yolçuluq deyildi, o, həm də insanın iç dünyasında, qəlbindən ən dərin acıların və kədərlərin arasında doğan müqayisə olunmaz ümidin inkubasiya prosesinin canlı təcəssümü idi. Muradın qəlbindəki səs atının ritmi ilə birlikdə hər addımda, hər nəfəsdə insan ruhunun ən dərin qatlarından doğan sevgi və mərhəmətin, ədalətin və inamın sarsılmaz gücünü eşidirdi. O, hər dəfə Qürur adlı atının üzərində keçirdiyi səyahət zamanı həyatın ən qaranlıq anlarında belə ümidin parlaq işığını tapdığını hiss edir. Bu işığı qəlbində saxlayaraq gələcəyə dair müqayisə olunmaz arzularını möhkəmləndirirdi. Kəndin gəncləri və yaşlıları Muradın və Turalın rəhbərliyi ilə Qəlbin Səsi layihəsi çərçivəsində atalarının nağıllarını, keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını yenidən canlandırdılar. Bu layihə kəndin hər küncündə, hər evdə, hər bir qəlbdə sarsılmaz bir ümid işığı yaradırdı. Hər kəs həyatın inkubasiya prosesində hər kədərin və acının ardında doğan yeni ümidləri tapır, atalarının eşq dolu nağıllarını ürəklərində yaşadırdı. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Həsənabadın sakinləri təzə bahar, yeni ümidin nəfəsi adlı bu dastanı ürəklərində daşıyır. Atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri, sevgi və inamı heç vaxt unutmadan həyatın hər səhifəsini yenidən yazmağa davam edirdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan təzə və sarsılmaz ümid, sevgi və mərhəmət işığında gizlidir. Beləliklə, Qızılqaya kəndi atalarının eşq dolu nağıllarını, hər kədərin ardında gizlənən dərin dərsləri və həyatın inkubasiya prosesində doğan müqayisə olunmaz ümidin işığını ürəklərində daşıyaraq, gələcək nəsillərə də bu təzə baharın və yenidən doğuşun sarsılmaz gücünü miras qoydu. Hər kəs həyatın ən çətin anlarında belə qəlbin səsini, o təzə, sarsılmaz ümid işığını eşidərək öz nağıllarını sevgi və inamla yazmağa davam etdi. Bu dastan Tolstoyun romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan sevgi, mərhəmət və inamın sarsılmaz təcəssümü idi. Hər bir acı, hər bir kədər həyatın yeni səhifələrində müqayisə olunmaz dəyərin və ümidin izlərini buraxır, insan qəlbində əbədi olaraq yaşadı. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi və inamla yazacaqlarına söz verdilər. Beləliklə, təzə bahar, yeni ümidin nəfəsi adlı bu dastan Qızılqaya kəndinin daş divarlarında, qoca palıd ağaclarının yarpaqlarında və axan çayın sularında əbədi iz buraxdı. Hər kəs atalarının səsini, qəlbin səsini və təzə ümidin sarsılmaz işığını ürəklərində yaşadaraq həyatın hər anını sevgi, mərhəmət və inamla davam etdirdi. Həyat, Tolstoyun böyük romanları kimi hər səhifəsində dərs və inam, sevgi və mərhəmət daşıyan müqayisə olunmaz bir hekayə idi və hər birimiz bu hekayənin öz qəlbimizdə yanan işıqla gələcəyə doğru davam etdirirdik.